Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda badımcandan çox dadlı qəlyanaltının hazırlanmasını sizinlə paylaşıram. Buna salat da demək olar. İndi keçək hazırlanmasına. Bunun üçün əvvəlcə badımcanların uç hissələrini kəsirəm. Badımcanın qabığını soyuram, amma elə qabıqlı da hazırlamaq olar. Qabığını soyandan sonra badımcanları uzunsov şəkildə videoda göstərdiyim kimi nazik doğrayıram. Hamısını eyni qaydada 2-3 mm qalınlığında nazik doğrayıram. Qəlyanaltı üçün 3 ədəd badımcan götürmüşdüm. Onların hamısını eyni qaydada soyub doğradım. Acısını çıxartmaq üçün qaba su əlavə eləyirəm 1 litr. Üzərinə 1 çay qaşığı duz əlavə eləyib qarışdırıram. Doğradığım badımcanların hamısını duzlu suya əlavə eləyirəm. Üzərinə bir boşqab yerləşdirirəm ki, badımcanlar üstə çıxmasın. 15 dəqiqə gözlədirəm. Bu arada salatın içliyini hazırlayıram. İçlik üçün 150 qram Holland pendirini sürtkəcin iri gözündən keçirtmişəm. Üzərinə bir diş sarımsağı sürtkəcin xırda gözündən keçirdib pendirin üstünə əlavə eləyirəm. Mayonez əlavə eləyirəm. 2 xörək qaşığı qədər, istəyə görə daha çox əlavə eləmək olar. 3-4 qanad xırda-xırda doğradığım keşnişi də qaba əlavə eləyib qarışdırıram. Belə bir pendirli mayonezli içlik hazırlayıram. Badımcanları artıq sudan çıxartmışam. Suyun çəkməsi üçün mətbəx salfetkasının üstünə düzürəm hamısını. Üstündə olan suyu da salfetka ilə qurulayıram. Badımcanı qızartmaq üçün bir qaba 2 ədəd yumurta sındırmışam. Üzərinə duz, qırmızı qara istiot əlavə eləyib qarışdırıram. Yaxşı-yaxşı qarışdırıram. Başqa bir qaba isə 1 stəkan un əlavə eləyirəm. Quruladığım badımcanlardan götürürəm, əvvəlcə una batırıram. Videoda göstərdiyim kimi hər iki üzünü una batırıram. Sonra yumurtalı qarışımın içərisinə yerləşdirib hər iki üzünü yumurtaya batırıram. Bu şəkildə hazırlayıb yağda qızardıram. Badımcanların hamısını eyni qayda ilə əvvəlcə una batırıram. Sonra yumurtaya batırıram. Tavaya düzürəm. Qəlyanaltı üçün istifadə elədiyim ərzaqların ölçülərini videonun açıqlama bölümündə qeyd etmişəm. Badımcanların sayını artıraraq daha çox hazırlamaq olar. Hamısını eyni qaydada una, yumurtaya batırıb tavaya düzüb qazın orta xodunda bişirib qızardıram. Bir üzü bişirib qızarandan sonra çevirirəm. O biri üzü də yaxşı bişib qızarır. Qızarmış badımcanları yağını çəkməsi üçün mətbəx salfetkasının üstünə çıxardıram. Salatı hazırlayıram. Bunun üçün badımcanın üzərinə 1 çay qaşığı hazırladığım pendirli mayonezli qarışımdan əlavə eləyirəm. Videoda göstərdiyim kimi badımcanın bir hissəsinə yayıram. Daha dadlı olması üçün kəsdiyim pomidordan badımcanın üstünə yerləşdirirəm. Xırda doğranmış göyərti əlavə eləyirəm. Bir tərəfdən başlayaraq rulet kimi bükürəm. Belə gördüyünüz kimi gözəl qəlyanaltı alınır. Qızartdığım badımcanların hamısını eyni qayda ilə hazırladığım içlikdən 1 çay qaşığı əlavə eləyib üstünə yayıram. Pomidor göyərti qoyuram. Onu da rulet kimi bükürəm. Gördüyünüz kimi belə gözəl badımcanlı ruletlər alındı. Buna salat, qəlyanaltı da demək olar. Çox ləzzətlidir. Fərqli içliklərlə də hazırlamaq olar. Siz də hazırlayın. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, əgər videoda ilk dəfə görüşürüksə,
Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.